Bir dənə vuraq buranı. Hello mənim məstanlarım, mənim əzizlərim, mənim gözəllərim. Necəsiz? Çoxdandır deyirəm rəfiqələrimlə harasa getdiyimin bir vloqunu çəkmirəm. Belə bir mini vloq çəkim ki, uşaqlarla gedək Ömər açılığa. O günlərdə Jasmini zooparka aparmışdım. Gördüm çox belə maraqla baxırdı heyvanlara, xoşu gəlirdi, bəyənirdi. Elə Ömər açılıqda dedim ki, yəni bizim üçün çox yaxşıdır, okeydir. Gedək. Hava yaxşıdır. Həm günəş var, amma külək də var. Yəni ona xüsusən geyinib çıxmışıq ki, yəni həm də soyuq olmasın, amma çox da isti olmasın. Uşağı ümumiyyətlə geyindirmək bu son vaxtlar mənim üçün çox çətindir. Səbəb də bax elə həm isti, həm belə küləkli olmağına görə. Düzdür, Jasmin heç vaxt qalın geyindirməmişəm. Doğulandan bu uşaq hər gün çimir. Bax indi də hər gün çimizləyirəm. Fərq eləmir belə boran olsun, tufan olsun, hər gün. Bax evə gələndən 3 günlükdən bu uşağı mən çimizləyirəm. Üstəlik demək olar ki, mən heç vaxt naski geyindirmirəm. Çox belə soyuq olanda hava ya soyuq pol olanda, onda geyindirirəm. Amma belə demək olar ki, mən Jasminə naski geyindirmirəm, sevmirəm. Yatanda pijamasını geyinir, vəsə. Yəni nə naski geyindirərəm, nə bir şey, o da nazik pijama geyindirirəm. Yəni Jasmin soyuğa öyrəşən bir uşaqdır. Digər belə havada görürəm ki, biraz qalın geyindirirəm, altdan mayka falan geyindirəndə çox təriyir. Geyindirməyəndə görürəm ki, istər-istəməz uşaqda üşüyür. Görə biraz əziyyət çəkirəm. Mən təsdiqləyir. Gedək Ömər açılığa. Orada axırıncı dəfə olmuşam, nə vaxt? Hamiləlikdən sonra deyəsən Jasminlə, Kalyaska ilə bir dəfə getmişik, amma dəqiq deyil. Bilmirəm, həqiqətən getmişik, yoxsa yox. Mənim ümumiyyətlə huşum gedib bu son vaxtlar. Belə tutum, qolum ağrıdı. Çox huşsuz olmuşam, hər şeyi unuduram, yadımdan çıxır. Amma məncə Jasmin 3-4 aylıq olanda getmişik. Deyəsən. Neysə, getməmişiksə də indi aparıram Jasmini. Fikirləşmişik ki, gedək orada səhər yeməyi yeyək. Ömər açılığın restoranında heç vaxt oturmamışam. Ona görə deyə bilmərəm necə bir yerdir. Yəni mənim üçün yaxşı olsa sürpriz olacaq, pis olsa da sürpriz olacaq. Heç vaxt oturmadığımdan görə bir söz deyə bilmərəm ki, ora yaxşıdır, ona görə gedirik ora falan. Amma yaxşı olsa sizlə bölüşəcəm. Qiymətləri də sizlə bölüşəcəm. Pis də olsa yenə də deyəcəm, pisdir. Amma oradan-buradan eşitmişəm ki, yaxşıdır. Əsasda çay süfrələri yaxşıdır. Səhər yeməkləri bilməm, ümumiyyətlə səhər yeməyi verirlər ya yox. Verməsələr də bir şey tapıb yeməliyik. Yaxşı ki, Jasmini yedizdirmişəm, amma özüm düzün desəm çox acam. Belə yerləri sevməsəm də, Jasminə görə çalışıram ki, tez-tez gəlim, təmiz hava alsın, təbiətlə tanış olsun. Və qızımla harasa gedəndə ən çox məni yoran onun veşləridir. Çünki mən çölə çıxanda çox veş götürürəm, dəhşət çox. Yəni bəlkə də bir geyimdən 5 dənə götürürəm ki, yəni kimsə 3 dənə pampers götürəndə mən 20 dənə götürürəm. Yəni həmişə hər şeyim zapasda olur və belə də daha rahat oluram. Və səhər yeməyinə gəldik. Kstati burada fikir verirsiniz, səhər yeməyi yox, səhər yemi yazılıb. Əgər nə vaxtsa planlasaz ki, Ömər açılığa gedək, səhər yeməyi yeyək, qətiyyən məsləhət görmürəm. 1 qəpiklik deyildi. 3 nəfərə 66 manat pul verdik. Zeytunları xarab idi. Xiyarı gördüyünüz kimi necə doğrayıb gətirmişlər. Yəni tən ortadan bölüb bir səliqə yoxdur. Sonradan göndərdik ki, onu doğrasınlar. Pomidorlarını elə bir ki, əzişdirib göndərmişlər. Pomidor yumurta heç dadlı deyildi. Pendiri gördüyünüz kimi nə vəziyyətdə gətiriblər. Nə yağ, nə pendir, nə xiyar pomidor. Heç biri normal doğranmamışdı. Və bitər yedik, başımızı aldatdıq yağla, balla. Getdik atlarla biraz gəzişməyə, şəkil çəkdirməyə. Bu kadrlara baxandan sonra həqiqətən də fikir verirəm ki, necə gözəldir. Rəfiqələrimin və övladlarım və mənim övladım eyni anda böyüyürlər. Bu gözəlliyi, bu həyatın şirinliyini bir yerdə yaşayırlar. Məncə bir çox qızların arzusudur ki, rəfiqələri ilə bax belə bir həyat yaşamaq. İnanırsınız, hələ 1-2 dənə şəkil çəkdirmişəm ki, hazırlaşmışam ki, wow, şəkil çəkdirim. Uşaqla imkan olmur. Düşüb, ucu gəzməyi bacardı, yəni düşüb özü baxmaq istəyir buralara. Hay canım, məni çağır. Kimə danışsın? Hə? Kimə zəng vurdun?
nə olsun ki biz anayıq. Bax, nə olsun ki biz uşaqları gəzməyə çıxartmışıq. Bu o demək deyil ki biz burada şəkil çəkdirməyəcəyik. Bir-birimizin şəkillərini çəkdik, övladlarımızla da, ayrıca da, amma iş orasındadır ki, məni çəkmək uşaqla yadımızdan çıxıb. Mən özüm şəkil çəkdirmişəm, amma Jasminlə şəkil çəkdirməyi unutmuşam. Sonra Jasmini belə poniyə mindirdim və üzündəki xoşbəxtçiliyi, yəni artıq mənim əlavə bir kadra, əlavə bir rəyə, əlavə bir nəsə emosiya deməyimə ehtiyac duymuram. Bu vlog çox dolu-dolu olacaqdı. Mən fikir verdim ki, mən Jasminlə harasa gedəndə ümumiyyətlə hər şeyi unuduram. Sanki mənim üçün bütün dünya, bütün insanlar, ümumiyyətlə ətrafımda olan hər şeyi dondururam. Özümü yalnız Jasminə həsr eləyirəm. Onun sürüşkəndən belə sürüşməyi, onun kaçeldə yelənməyi, belə xoşbəxt olmağı mənə o qədər xoşbəxt edir ki, yəni başqa bir əlavə nə ilənsə mən beynimi pozmaq istəmirəm. Ona görə mənim bütün Jasminli vloqlarım həmişə bax belə səssiz, yalnız Jasmin, əlavə bir kadr çəkməyi unuduram, özümü çəkməyi belə unuduram, hər şeyimi ona qurban edirəm. Və bu mənə çox xoşdur, mən onu çox sevirəm. İnşallah gələcəkdə bu vloqlarıma da baxar, o da sevinər. Kanalıma abunə olmağı unutmayın. Sizi sevirəm. Bye.